777 nömrəli iş üzrə məhkəmə prosesini açıq elan edirəm. Müttəhim nömrə 5. Ya, to jest mən. Rüşvətxorluqda gündə bir sənət dalınca düşüb, öz işinə yarıtmaz münasibət bəsləməkdə və habelə ana dilinin təmizliyi uğrunda apardığımız mübarizəni gülüş hədəfinə çevirdiyinizə görə ittiham olunursunuz. Hər il şəhərimizin küçələrində yüzlərlə, minlərlə təzə minik maşını peyda olur. Bu həm də yüzlərlə Sürdün. Hay kız, best orada kurdolarda, geç bir yana. Hay yoldaş, motoru güce salma, hayır. Burada baş işletmek lazım. Yoldaş buralar, belki... Estağfurullah, ara geri git işinle meşgul ol. Damkırat. Mütləq damkırat. Özdə Zaporoj damkırat. Yoldaş buralar, belki... Elinde belki salmışsan, ha? Bura daş lazımdır. Daş, baş üstsə. Bura vertolyot lazımdır. Yoxdur, bəlkə kosmodroma zəng eləyib raket göndərsinlər, hə? Bura mütləq mənim kranım lazımdır. Buna görə maşının çəkisi, trosun uzunluğu... Yoldaş buralar, deyirəm bəlkə sizə bu daş lazımdır, hə? Ala, bu daş yoxdur. Bax, oradakı daş deyirəm. Baş üstsə. Taxta lazımdır. Taxta, baş üstsə. Ayağımsın. Ona bax. Emile! Ay Emile! Belki ilerlersin. Bir, iki, üç. Ula! 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 Əzizlərim, kim deyər bu nədir?
Spişka nədir? Spişka nədir? Bu kibritdir. Kibrit. Yaxşı. İndi kim deyər? Bax, bunun adı nədir? Uruşka! Ay Allah, mən nə bədbaxt müəlliməm. Ulan nə savadsız uşaqlar. Uşaqlar, əzizlərim, bu uruçka deyil. Bunun gül kimi adı var. Qələmdir. Avto qələm. İstəyirsiniz avtomat qələm deyin? Hə? Avtomat qələm. Bildi uşaqlar? Hə, mənim gülümə bax da. Yaxşı, bəs bunun adı nədir? Arşi! Yox, yox. Ha. Absolutni bezler uşaqlardı. İnteres de orasıdır ki, bunlar savsem derse bakmırlar. Ha, bak benim hatimde bakacaklar bu meseleye. Çok sложный meseledir, Clemens. Gördünüz? Bu yazlık bir padavateli. Bu başaklar salımlar. Nasıl kıya? Nasıl ka yok? Xərək. Gördünüz. Bot. Şah. Elə bilirsiniz iki kəlmə söz deyib, xərəyə uzanmaq mübarizə sayılır? Xeyr, xeyr. Bu bezabraziyadan başqa bir şey deyil. Bağışlayın möhtərəm hakim. Bezabraziya yox. Biabırçılıq. Qurtardıq. Başla. Müttəhim nömrə 1. Müttəhim nömrə 2. Müttəhim nömrə 3. Allah rəhmət olsun. Çok pis. Çok pis. Dur git. Bir haftadan sonra gelirsin. Müəllim, məni sizə tapşırıblar axı. Səni mənə heç kim tapşırmayıb. Eğer bilgin yoktursa, heç kim sana kömək eləyə bilməz. Bildin? Dur git. Bəs mən... Dur. Siz elə bir adamın sözünü yerə salırsınız ki, o sizə növbədən kənar mənzil verdirib, maşın verdirib. Ələmdar müəllimi deyirsən? Qohumsuz? Bəli, dayımdır. Dayındır. Ha, Ələmdar müəllim mənim dayımdır. Dünən atamla bizdə nerede oynayırdılar. Ha? Dünən atanla nerede oynayırdı? Bəli. Ne tər olur ha bu? Ələmdar müəllim Bolqarıstanda məzuniyyətdədir. O sənin atanla dünən necə nerede oynaya bilərdi ha? Dur əkil buradan. Ha? Siz heç öz gələcəyiniz barədə fikirləşmirsiniz. Axı məni sizə 2 akademik tapşırıb, hələ o biriləri demirəm. Bura bax. Kim kimi tapşırıb hamısı buradadır. Eğer sen öz familini bu siyahide tapa bilsen, mən sana 5 yazacağım. Bildin?
güzel meleğim, bana şirin gökardalar. Hoşbaht olsunlar. Oyuncu yaparsın. Geceniz hayra kalsın. Geceniz hayra kalsın. Geceniz hayra kalsın. Ulan nenem kuloysa gedin ulan. Yaxşı yol. Ay nene yaxşı yol. Pendirela! Yakşı katığım, pendirim kaymağım var ha! Katığım! Süt, qatıq, pendir, mendir, sosiska, yox bir bal qabaq, bəlkə keşniş tumi, hə? Bəlkə suxoy xinə, Hoş gelmişsiniz, hoş gelmişsiniz. Hoşbaht olsunlar, yaxşı yol, yaxşı yol. Çıkkı, çıkkı, oyuncu yaparsın. Urra, urra. Süt, katır, kaymak. Urra, urra. Süt, pendir, hoşbaht ol. Urra, urra, katır. İdman meşgalesine başlıyoruz. 1, 2, 3, 4. Kim severse idmanı doktor. Onun tayı yoktur, doktor. Geceniz xeyrə qalsın. Əlinizdən bir iki gün dincəlməyə qaçıram. Müttehim nömrə 4. Ne kadar diyor? Ne olur kardeşim, ne olur? Qalxın. Siz dövlət işinə barmaq arası baxdığınıza və yeri gəldi gəlmədi çərənçil eləyib baş apardığınıza görə mühakimə olunursunuz. Ben? Bəli, eşidirəm. Hə, Bəkirdən mi? Salam, yoldaş direktor. Dünən valideyni icrası eləmişsiniz? Bağışlayın, xəbərim olmayın. Uşaq bu barədə mənə heç bir söz deməyib. Bəli, bəli. Mütləq günü sabah gələrəm. Sağ olun. Eşitdin arvad? Bu kimdir ha? Mustafa müəllim. Mustafa benim kimdir? Əcəb işdi.
o günde buna iki yapıştırır. Bu da onun portretini gəzir. Düzü mən bilməzdim ki, sən bizim bu qırışmalı belə yaltaq böyüdürsən. Yaltaq! Mustafa müəllim, Salam. buyurun içeri, hoş geldiniz. Buyurun içeri, buyurun. Geçin. Siz məni hardan tanıdınız? Gören kimi tanıdım şəklinizdən. Ha. Buyurun içeri. Elə sizi beləcə də təsəvvür eləyirdim. Buyurun, buyurun içeri. Bağışlayın, mən sizinlə danışmalıyım. İçeri buyurun Mustafa. Sizin oğlunuz... Salam, Aleykümselam. sizin oğlunuz... Hamını, məni də ələ salır. Hiç elə şey olmaz. İnana bilmərəm. Hə, Nə özünü yaxşı danışırsınız? aparmır. Sinifdə təlxəylik eləyir. Ola bilmez canım. Təlxəklik mənim Öz uşağım canımsın. çox tərbiyəli. Mənə qulaq asın. Səhər akşam dilindən düşmürsünüz. Adınız ne oldu? Hayır. Mustafa. Mustafa müəllimin canısın. Buyurun Niyə içeri. sən onunla Keçin, məşğul keçin. olmursun? Geçin içeri. Heç bilirsiniz, mənə nə ad qoyub? Ola bilmez canım. Bütün gülüş sizin şeklinizi əzizləyir. Öz canımsın. Günü Keçin içeri. otağından çıxmır, məşğul olur. Nə danışırsınız bilirsiniz İndi də, özünüz yaxşı göreceksiniz. uşaqsınız. Gəlin. Geçin, geçin. Geç Mustafa Bey, geç. Hanım, bura neçənci mərtəbə oldu? 11-ci. Əla, koridora bir quş. Aha. Koridora bir quş. Zülfər müəllim, buradayam. Ehtiyatlı Mənə olun bax. Zülfəli müəllim. Uşaq otağında pisdir. Əla. Yazdım Uşaq koridora otağına da bir quş. quş qoy. Uşaq otağına da bir quş. Deməli koridorda, uşaq otağında. Zülfəli Mənə bax. Bəs mətbəxdə nə xəbər var, hə? Mətbəxlə Seyfəli müəllim məşğuldur. Ehtiyatlı olun yoldaşlar. Kıvaraxam kablukumdan mı qayıdı? Bəli, qonaq otağı da pisdir. Qonaq otağına da... Abala kimdir orada? Mənəm, Elbrus müəllim. Abala Elvurus müəllim. Qapını bizə sarı yox, özünə sarı çək. Özbə tərəf. Ehtiyatlı olun bunlara. Yataq otağı da pisdir, ha? Qaldı təkcə mətbəxlə eyvan. Mətbəx də pis deyil. Onda... eyvan. Elvurus müəllim, bəlkə siz buyurasınız. Növbə kimin də o getsin də. Yavırçılıq, atlarını kişi koyublar. Gör ne güne kalmışsınız ki, aranızda bir kadın var, onu da eyvana gönderirsiniz. Bırak, bırak. Gel kardeşim, öpürəm səni, öpürəm. Özümü qorxudu belə mi yine? Ölməmişik ki. Bəraət üçün sözünüz var? Ne diyeyim kardeşim? Çok sağ ol, çok sağ ol. Öpürem. Səhər canı çok sağ ol. Ləlülü. Oturun, oturun. Benim gözüm üstü. Müttəhim nömrə 6, qalx. Yaratmaz, biabırçı əmək fəaliyyətinə və ən nəhayət həmişə dolayı yolla qazanc dalınca qaçdığınıza görə ittiham olunursunuz.
Selamünaleyküm. Hanım bacı, bizim bu bey bala... adı bala olsa da özünün balacı işlerinin arası yoktu. İstəyir şərab zavodunda balaca bir işe düzelip, böyük işlerden meşgul olsun. Elədir bey bala? Her özüne de... Əhmədovu bura çağır. Baş üstə. Əhmədov bala, bura gəl. Bura gəl. Gəl gör xala sənə nə verir. Gəl, gəl. Gəl, bu saat. Ha? Bu saat, aha. Hə, Atova deyərsən ki, bax Atova deyərsən ki, bunu yox, oy sağ ol. Bax o əmini görürsən, bax o əmini deyərsən ki, Atova deyərsən ki, o əmini görürsən. Hə? Selamünaleyküm. Hanım bacı, bizim bu ağabala, adı... bala olsa da özünün büyük planları var. İstəyir pivəxanada bir balaca işe düzelip, büyük işlerden meşgul olsun. Her üzüne de... elə deyir ağabala. Məmmədovanı yanıma çağır. Bu dəqiqə. Məmmədova bala, bura gəl. Gəl. Gəl gör xala sənə nə verir. Yedin? Hə, indi qulaq as. Babama deyərsən ki, bu əmi, bax bu əmi. Darıxma. Dedim ki darıxma, gel görüm. Gel görüm, her şey öz qaydasında olacak. Ben bir şeye söz verdim, her şey düzelecek. Vesselam. Ha? Dolamısan beni. Başa düşmedim. Beni hara getirmişsən? Ağılla iş görmək lazımdır. İndi işi balacalar həlledir. Balacalar? nömrəli agentlər. Sabahtan mazar dükkanda hiçbir şey olmamalıdır. Hatta diş kurdalamağa bir fiske söfüde. Olmamalıdır. Koymayaz gerek. Koymayaz. Öldü var, döndü yok. Hayır, hayır. Öldü var, döndü yok. Hayır, hayır. Horuz banı. Haş dəstgahına başlamazdan qabaq, bütün bazar dükkanı boşaldın. Şehre gelen bütün yolları kesin. İster hava yolu, ister su yolu, ister kuru yolu. Bütün malları xəlbət ambarlara yığıp gizledin. Oldu, oldu. Fabriklarda, zavodlarda, petrollarda, çayxanalarda, her yerde cemaati inandırın, başa salın ki sabahtan hiç ne olmayacak. Açlık, tamam, dipsit. Açlık, tamam, dipsit. Öldü var, döndü yok. Öldü var, döndü yok. İleri!
Açtık. Tamam. Deyirlər, sabahtan nə leykoplastır, nə də bin day olmayacaq. Oturun. Hoş, Daha mənim sizə sözüm yoxdur. şükür Allah'a. Mat-məətəl qalmışam. Hamı birlikdən, vətənpərvərlikdən danışdığı bir halda bu nadürüstlər hardan yaranır, başa düşə bilmirəm. Gelin, gelin. Uşaqlar, baxın, burada bir yerləncək var. Orada birinci kim oturmalıdır? Çəkilin qıraq, çəkilin, çəkilin. Gedin oynayın özü üçün, gedin. Yerlən. Elçin! Saxla görün. Uşaqlar, tez olun yeməyə, tez olun, tez olun! Uşaqlar, qazanda yalnız bir tikə ət var. Onu kim yeməlidir? Təbiətçi! Ne ses küsüyorsunuz orada? Ayşe'ler, bu nedir? Arif, ihtibar! Sizinle değilim ben, kalk görün! Sizinle değilim ki... Kalk görün ayak üstü, bir tane karşı yoktu da, ha? Kim oturma aldı birinci? Təbiətçi! Kişi gelir. Buraları təzə təmir eləmişik. Əvvəl yol oradan idi, sonra dedilər ki, İndi buradan olacak. Bu ne de? Bu sütunu da buradan götürün. Bak teze halat verdim götürmedi. Özüyle getirdiği halatı giyindi, o da cipsiz. Cibləri yoxdur. Zəhimli adam oxşayır, qıracaq bizi. Geldik. Mən elə gəlir ki, artıq boş-boş sözlərdən işe keçməyin vaxtı çatıb yoldaşlar. Bir dəfəlik bilin ki, geriyə yol yoxdur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Deməli, alan deyil. Müalicə pulsuz olacaq, uşaqlar acından qırılacaq. Kollega, qabaqlarda cipsiz xalat olur. Elə babadan görməmişəm ayol. Xəstəxananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli öz cibindən çıxart o taşağı. Gözümün içinə yaxşı bax, hə? 50 manat. Yox, balam, çox təmiz adam oxşayır. Dünya dağılsa da almaz. Tənqirə layiqdir. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qurtardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Biabırçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsinə olacaq. Hamı bir nəfər üçün... Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli o cibindən çıxar. O təşəqi. Gözümün içinə də yaxşı bax. Hamı ümumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən koy. Odur. Qoy. Halatı tərs geymişəm, siz də demirsiniz. Hey.
Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək apora. Cəmaatın gözü yoldadır. Hə, dostlar, iş başına. Sabahın xeyir, Əbdüləli dayı. Aqibətin xeyir ay oğul. Sənin də toyumu gözləməkdən gözümüzün kökü saraldı. Belə getsə, Əbdüləli dayı, mənə heç kim qız verməz. Niyə ay oğul? Sən kimlə əskiysən? Maşallah, o boyda zavodun baş mühəndisisən. Saç tökülmək vəzifəyə baxsaydı, nə vardı ki? Rəhmətlik babam deyərdi ki, yağış suyuyla başını yuyan adamın saçı tökülməz. Hə? Nədir? Tanımadın məni? Nə deyim vallahi? Niyə tanımırsan? Rəhmətli babamın məsləhətindən sonra bugünə düşmüşəm də. Bala, sənin bu günə düşməyinin günahı babamın məsləhətində deyil. Bax, o andıra qalmış zavodun havaya bıraktığı zəhərli tüstüdədir. Yazıq babam hardan biləydi ki, göydən başımızda yağışla, qarla bir zəhər də yağacaq. Hə? Vicdan əzabı çəkmədən. Ekologiya, udduğumuz havanı, içdiyimiz suyu, bizə həyat verən torpağı zəhərləyib öldürürlər. Kimdir buna günahkar? Gələcək nəsillərə nə cavab verəcəyik? Düz demirəm? Düzdür. Və havanın, suyun, torpağın məhv olmasına səbəb sizin kimilərdir. Daha doğrusu siz və sizin kimilər bütün ekologiyaya, qıtlığa və s. mənəvi cavab deyilsiz. Böhtandır! Aç pencərəni. Açma hava gələr. Açma. Hava gül. Şəhvlet. Şahvülüt. Yoktu şəhvlet. İğnə. Kislorod. Ya. Yo. Tüstüle Mən yox, mən çəkərdim. Tüstüle. Sifətimə. Bir xaşım var. Qohum əqlimə çatdırın. Məni orada komsomolcu gənclər şəhərində bastırsınlar. Superfasol zavodunun yanında. Şəhvlet. Hələ gəlməyib. Sigaret. Şəhvlet. Yandır. Şəhvlet. Şahvülüt kimdir? Ərzaq daşıyandı. Neydi görürsən? Yəqin qohumudur da. Qurban olum sizə. Elə yaşadığım yerdə bastırın. Alüminium zavodun yanında. Orada elə səfalı yerlərdir. Borulardan cürbəcür. Tüstülər çıxır. Sarı əlo, qırmızı əlo. Dadı da cürbəcür. Tuş, şəmşirin, şirin. Boğuluram. Boğuluram. Şəhvülüt. Nəfəsi dayanır. Doktor Şəhvülüt gəldi. Hə? Onda tez ol, köməklə aparaq ayca, tez. Gəl, qalx görüm. Şəhvülüt. Darıxma. Buraya. Hana? Oxay! Canı! Maşın lazımdır.
Əziz qardaşım, əlbəttə lazımdır. Budur mənim şeylərim. Daşı da götür gel maşına. Qardaş, təsəvvür edirsiniz mən necə şadam, doğma yurda qayıtmışam. Yaman darıxırdım orada. Hardan gelirsin? O yandan gəlirəm. Necədir orada? Yaxşıdır, amma oradakı həyat tərzinə heç cür öyrəşə bilmirdim. Yaşayış deyil ki. Necə bəyəm? İnsanın ürəyi sıxılır, xüsusən həyatın çətinliklərini görmüş adam üçün orada yaşamaq çox çətindir. Əzizimən, o çirət yox, bir şey yox, hara gedirsən hər şey var. Gecə də mağazinlər açıqdır, hər şey avtomatlaşıb, belə də şey olar. Bəh, buranın doğma havası kimi dünyada hava yoxdur. Mehriban qardaş, bu raşotkaları görürsən, mənim sevimli raşotkalarım. Mən orada pəncərələrimə belə raşotkalar sifariş vermişdim. Bu saat göstərim, gecələrdə yuxuma girdi. Bir bax, qadan alıb. Bax, ancaq hökumət adamları gəlib çıxartdırdılar. Onlar belə şeyin nə olduğunu bilməzlər. Ağrın alıb, əla! Əsil Bakıdır ki var, qurban olum sənə, can Bakı, saxla! Ağrın alım, saxla! Təşəkkür! Bax, evimin yanında belə bir dənə çala qazımışdım. Ona baxıb böyüdüyüm küçəni yadıma salırdım. Amma böyük cərimə eləmək istədilər. Ona görə də o çalanı doldurub düzəltdirməli oldum. Vaxt yox da. Baş üstə qadası, baş üstə. Əhsən! Xaricdə belə şey görə bilməzsən. Düz 10 ildir ki, yolun əksinə gezməmişdim. Ləzzət, 10 il bundan qabaqki zibil yeşikləri. Bakı gözəl şəhər. Nə qədər verməliyəm? 50 manat. Nə qədər? 50 manat. Qarda çox deyil. Ay, bura Bakıdır ye. Təşəkkür. Öz də deyir, Bakı üçün darıxmışam. Mehribanım, çamadanlar. Müttəhim nömrə 7. Elə məsul vəzifə qalmayıb ki, tutmayasız. Elə kabinet qalmayıb ki, ona dürtülməyəsiz. Kim? Mən? Bəli, siz. Yaxşı, bəs sizə göstərilən bu etimadları necə doğrultmusunuz? Siz ancaq öz cibinizi güdmüsünüz. Yalandır. Hala vur! Ha burada zalım oğlu zalım. Mənim oyuncuma bax sən Allah. Əşləyivə lazımdır. Allah başı qoyub ayağıma daş salmasın. Hala oyna da! Sen yumdur tökün məni. Bana bax. Spola! Kötük! Bax. Balerinalı gelirim mən. Oynayan Hala mal kimi nə baxırsan? Görürsən. Bunlara şərait yaradırlar, harada istəyirlər ev verirlər, növbəsiz qaz 24 verirlər. Ana oyunu ondan zalım uşağı. Vallah bu şəraiti kimə yaratsın, dağı üstə qoyar. Hayır, biz məziyyətimizdə. şadlıqlarda görüşək. Hələlik. Одну минуту, товарищ, туда Ради нельзя, бога, директор в зале. извините. Salam. Salam. Mən Məmmədova. Futbolçu, 7 nömrə. Tanımadınız? Futbolçu. Siz bütün oyunlarda 13. sektorda oturursunuz. Və həmişə də ən şiddətli, ən kobud sözlərlə söyürsünüz məni. Bağışlayın da, bilirsiniz futboldur, olur da əsəbləşirsən, ona... Eyb eləməz, narahat olmayın. Biz futbolçular belə söyüşlərə öyrəşmişik. Gəlişimin məqsədi başqadır. Bu ayaqqabıları sizin fabrik buraxıb. Bu
bugün almışam. Ay 100 illik kötü. Günah seni bura direktör koyandadır. Bu ne ayakkabılardı belə tikirsiz? Sizin başınıza daş düşeydi bu ayakkabıları diken yerde. Fersizin biri fersiz. Ne mal kimi gözleri bir atmışsan. Direktores kresla! Eybi yox, biz çəkməçilər də belə təhqirlərə öyrəşmişik. Bir şey dedi. Yurttaş müdür size dayı lazımdır. Başa düşmedim. Ne? Dayı, day. Ne mənada? Biri. Her mənada. Saxla, yəni deyirsən satıcılarını çəkir, heç kim allatmır, apşot eləmir, yəni deyirsən heç müfəttiş də gəlmir. Gelir. Müfəttişin gəlməyinin 2 gün qabaqcıdan bilirsiniz. Hardadır bizde o bəxt? Gördün? Amma mən belə eləyərəm ki, müfəttişin gəlməyini bircə həftə qabaqcadan bilərsən. Necədir? Ağlım kesmir axı. Mən sizə şu kimi söz verirəm. Axı siz kimsiz? Mən sizin təzə müfəttişiniz. Salam aleyküm. Üzr istəyirəm. Əgər mümkünsə, Nə istəyirsən? yanınıza göndərdilər. Elə bir şey deyil, mənzil məsələsidir. Mətləbə keç ay bala. Dedilər, siz qol çəkməlisiniz. Nəçisən ay bala? Bəli, Deyirəm nəçisən? heykəltaraşam. Maşallah, yaxşı sənə seçmişsən. Çox sağ olun. Ged 3 gündən sonra gələrsən. Baş üstə. Gələrəm. Narahat elədim sizi, üzr istəyirəm, sağ olun. Salam aleyküm. Həmin o məsələyə görə sizi narahat eləyirəm. Demişdiniz 3 gündən sonra gəl. Gəldim. Nəçisən ay bala? Heykəltaraş. Ged 3 gündən sonra gələrsən. Bağışlayın, neçə? 3. Baş üstə. Gələrəm. Çox sağ olun. Bağışlayın, narahat elədim sizi, üzr istəyirəm. Yenə də mənəm, narahat eləyirəm. Heykəltaraş. Yadınızdadır? Demişdiniz 3 gündən sonra gələrsən. Nə oldu? Gəldim də. Cavan oğlansan, özün də heykəltaraş. Sən hər kəlməni gərək göydə tutasan. Axı mən sənə dedim 3 gündən sonra. 3, 1, 2, 3. Başa düşdün? Başa düşdüm. Bağışlayın. Üzr istəyirəm. İcazə olar. Gəl görün. Salam aleyküm. Nə də bu? Sizə çatacaq. Neymiş? Buyurun. Bağışlayın. Biraz ləngittim. Üzr istəyirəm. Sağlığına işlədin. Sağ olun. Müttəhim nömrə 8, siz cinayət məcəlləsinin... Yalandır, böhtandır, anlaşılmazlıqdır. Mən heç kimə pislik eləməmişəm, heç bir cinayət törətməmişəm, yalandır! Sakit olun, sakit olun. Heç olmasa uşaqlara yazsız gəlsin. Axı mən cavanam, gələcəyim parlaqdır. İşlər də tökülüb qalıb, hər şey də baha. Heç olmasa remontu qutarım, yazıq amaq. Bu haqda gərək dondan dona girəndə fikirləşəydiniz. Siz unutmusunuz ki, ən ali məhkəmə
vicdan məhkəməsidir. Bağışlayın, müdür yerindedir. Bizim müdür her şey yerindedir. Buyurun, buyurun. Geçin içeri, eğleşin. Yanında adam var, Sağ Harife olun. gelip. Çok Neyle? oturabilmez, indi çıkar. Darıxmayın, hövsələyin. Hələlik bir stakan çaya qonaq olun. Buyurun, təzə dəmdir. Teşekkür eləyirəm. Çayın biri qaydadır, ikisi cana fayda. Vay! Öldüm o da! Harada dur? Nerede? Öpürəm qardeşim. Dəhlizin Bu ne axırında işi başıma sola geldi? kimi. Daha dözə Ne bilmirəm. bu? Daha dözə bilmirəm. Siz Vay! yoldaşı, buyurun Sağ ol içeri. qardeşim, görüşərik. Gəl qadanalım, gəl. Salam aleyküm. Əyləş. Sənin boyda insan evladını görməyə bilsən nə qədər şadam. Balaca bir iş için narahat eləyirəm. Aha, nə fərqi var? İstər böyük olsun, istər balaca. Bu saat bizim borcumuz ondan ibarətdir ki, hər işə diqqətlə, məsuliyyətlə, mən deyərdim ki, ürək yanlısı ilə yanaşaq. Aya? Və biz burada niyə oturmuşuq? Bəs bu vəzifəni bizə nəyə görə tapşırıblar? Bağışlayın, ben bilmek isterdim. Ölsələn olsun, çayını iç. Çok sağ olun. İç qadanalı. Ben bilmek Hər isterdim. şeyi biləcəksən, hər şeyin öz vaxtı var, gözəl insan. Balaca işi həll eləmək, böyük işi həll eləməkdən daha çətindir. Çünki balaca iş sərkar işidir. Burada daha ciddi olmaq lazımdır. Atalar deyib ki, bugünün işini sabaha qoyma. Əgər bugün biz balaca bir məsələni həll ediriksə, o qədər sevinirik ki, ta nə deyim. İcazə verin dedim. Daha dözə bilmirəm. Tez yer qaban alın. Bəs biz burada nəyə görə oturmuşuq? Bəli, yoldaş gözəl. Daha kim var orada? Salam aleyküm. Gəlmək olar. Mən böyük bir məsələ üçün gəlmişəm. Gəl. Gəl gözəl insan. Bu saat biz hər şeyi həll edərik. Gəl. İbiş, Haydi. hayır sənə vura bilməyəcəyəm. Həkim qadağan edib. Deyir vursan, ölərsən. Evdə aptek açmısan ki. Bəs onda bu ağbaşı nə götürüb qoymusan süfrənin ortasına? Gör neçə vaxtı görüşmürük. Heç səni bunsuz bıraxaram. Sən ölü çəmmərəm, sənsiz boğazımdan bir qram da getməz. Yaxşı, incimə. Bəlkə özüm də sənə züy tutdum. Sən olmaz axı. Düzdür, olmaz. Amma bir şərtlə olar. O nə şərtdir elə? Bax, bu turpu Aycan. mən gizlədirəm. Əgər tapsan, sənin 50 qram içərəm. Yox, əgər tapmasam, mən vicdanımı tapdalaya bilmərəm. Görürsən ki, həkim qoymuş. Hə, gizlət görüm. Sağ əlimdədir. Qızdırmam qalxdı. Tapa bilmədin. Bəlkə bəxti bir də sınayasan, ha? Sol əlimdədir. Aferin. Tapdım, Yaxşıdır ki, ikinci dəfədə tapa bildin. Halal olsun. Xoş gəlmisən, səfa gətirmisən. Nuş. Necədir? Təkrar edək. Tap! Salam, mənim həmvətənlərim. Hatəm, üzünü görək. Bu saat məni yuxarı çağırdılar, necə lazımdı dərsim verdilər, əcəb elədilər. Dedilər ki, sən özün yenidən qurulmalısan. İşçilər səndən şikayət edirlər, yenidən qurmalı başa düşməmisən. Dedim, axı, bu materiallar bizdə yoxdur, mən necə edeyim? Dedilər, bu dövrdə sənin dilinə gərək yox kəlməsi gəlməsin. Bundan sonra mənim dilimdən yox kəlməsi eşitməyəcəksiniz. Kim material üçün gəlsə, növbədən kənar buraxın içəri.
Mən nə vaxta kimi sizin qapınızda qaravul çəkəcəyəm? Biabırçılıqdır. Nəhayət mənim şefer kağızıma qol çəkəcəksiniz ya yox? Ver mənim həmvətənim, ver. Mən sənin kağızına təcili qol çəkəcəyəm, əcəb deləyəcəyəm. Следующий. Salam aleyküm. Biz bundan sonra belə işləyəcəyik, əcəb deləyəcəyik. Familiyam? Məmmədov. Məmmədov. Mən bir il gözləyirəm. Əcəb edirsən. Biz xahiş edirik ki, Məmmədov yoldaşı 300 metr taxta verəsiz. Buyurun, belə. Ancaq iləri gedin. Sağ olun. Məmmədov, Bəli. mən necə direktoram? Əla. Allah bağlarını saxlasın. İsmailov, Eşidirəm. bizdə heç olmasa orada azbest var. Azbəst də yoxdur. 2 ildən çox da vermirlər. Vermirlər, əcəb edirlər. Ay qız, Bəli. yanıma kim azbest üçün gəlsə, növbədənkələr bırak içəri. Sən kimsən ha? Mən Əliyevəm, Pınarabam. Siz adicə proqram deyilsiniz. Siz yenidən qurmanın proqramısınız. Azbest lazımdır. Qardeşimə sroçna azbest. Bildiyiniz kimi, Müstəqil Azərbaycan Respublikası Məhkəməsi öz hökmlərində həmişə humanist və mərhəmət prinsiplərini əsas tutur. Odur ki, məhkəmə məşvərətdən sonra 777 nömrəli iş üzrə qərar alır. Bugün burada mühakimə olunanların az maaşla cəmaatı çox güldürdüklərini nəzərə alaraq, onu da əlavə eləyək ki, təkcə durğunluq dövründə yox, ha belə perestroyka dövründə də, hətta indiki ağlamalı dövrdə də gülüşlə məşğul olduqlarını nəzərə alaraq, bu dəfə onlara icbari iş kəsməklə kifayətlənirik. Necə deyərlər, ümidimizi onlardan üzməyək. Çünki bu dünyada ən axırıncı ölən şey ümiddir. Düzdürmü? Düzdür. Ne olub görəsən? Nə bilim? Ha yox, bu elə belə həngamıya oxşamır. Nə bilim, mən də sənin kimi. Neftçini qarşılayırlar. UEFA'nın kubokunu alır. Yenə kubok alır. Salam, Salam. təbrik edirəm. Siz milyonuncu sürücüsünüz ki, yol hərəkəti qaydalarını pozmamışsınız. Buyurun, bu da mükafat. Özü də Bakı kahvelidir. Təbrik. Çox sağ ol. Buyurun, Təşəkkür edirəm. bir dəqiqə. Xahiş edirəm, xırdanızı alın, sonra gedin. Bu yaxında bir nəfər də xırdasını almadı, yüyürdüm dalıcan tapa bilmədim. Elə indiyənəcən onu axtarıram. 24 qəpik. Çox sağ olun. Buyurun bax. Xoşunuza gəldi. Salam aleyküm. Aleykümselam. Mənə kostyum lazımdır. Ölçüsü, 50 rosli dön. rəngi, Mümkünsə boz. iş yolu ya toy bayramçı. Toy bayram. Oldu, baş üstə. Jiletlə ya jiletsiz. Jiletlə olsa lap əla olar. Necə istəyirsiniz? Yugoslaviya, Fransiya, Gollandiya, Üzr Polşa, istəyirəm, Bolqariya. üzr istəyirəm. Sizdə... Özümüzünki necə? Valadarski fabrikası. Valadars Mümkünsə. Özüm ölüm yoxdur. 4 dənəsini almışdıq, axırıncı yoldaşa qismət oldu. Neynəmək olar, fabrik çatdırmır. Gələn kimi qurtarır, tələbat böyüdür. Yugoslaviya, Belçika, Gollandiya, Finlandiya, Portuqaliya, Fransiya, Yaponiya, İngiltərə. Sağlıqla geyinəsiniz. Çox sağ olun. Sağ olun. Xoş gəldiniz. Angliski. Daha keçib. Üç angliski. Yoldaş Prado, salam aleyküm. Sesim Karlovarı'dan gelir. Geldim zengi bastım koştum dedi istirahete gelmişsin. Pis yapıcılıkta tapılır ki, mecbur olup oraya gittin. Yok ne olar ki orada pis değil. Yok, sağ ol. Yakşı bizim bu şeyhten ne şikayetin var he? Çok sağ olun, biz sizden çok razıyız. Sağ olun.
Ha, bura bax, Əhəd müəllim, bura bax. Əhəd müəllim, gəlin bəlkə sənin üçün bir yaxşı rakımla, yaxşı unitaz, yaxşı Çox sağ ol, müalicə hamısı sazda ehtiyac yoxdur, sağ ol. Mən onun əlasından dua, importlu çəksin. Sağ ol, sağ ol. Əhəd müəllim, bəlkə onda sənin üçün bir yaxşı plita qoydurtdurum. O da əladır. Çox sağ olun, tezə qoydurmuşsunuz, çox sağ olun. Onda xahiş edirəm, icazə ver gəlim özümü təmin edim. Keçən kvartal eləmişsiniz axı, lazımdır. Elə hamı sən deyəni deyir. Bəs mən neyniyim? Keyfiniz yoxdur nəsə. Musiqisiz nə keyf ola bilər? Sarı simin aşığı qırılıb. Sarı simin. Azad bir quşdu, yuvamdan uçdu. Aman aman. Ay hay, ayıp olsun, ayıp olsun. Olsun olsun. Utanmır yeki adam. Ele niye? Hara gedirsen? Sen nereden geldin? Ben bu kapıdan. Sen hara gedirsen? Ay yazık, ay berdi bak. Bu kadar içmişsen ki, kapını koyup reşotkadan geçirsen. Eve gedirem. Gel göreyim, bu boyda şehirde senden başka içen yoktur. Eve gedirem, eve. Olmayan ağlığı da ara kaparım. Eve git. Gedirem. Allah, kırıla kardeş. Elə bilirsən mən içmək istəyirəm. Elə bilirsən öz xoşuma içirəm. Yox. Ona görə içirəm ki, qoy görsünlər. İçəndən sonra nə günə düşürlər. Əzizin yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Əzizin yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Her yanda, her tarafta, her yanda, her tarafta. Azizim ya işlerim, ya usta ya müşteri, ya müşteri. Azizim ya işleri, ya usta ya müşteri, ya müşteri. Kışa kalıp soyumur, kışa kalıp soyumur, ay nurun ya işleri. Kışa kalıp soyumur, kışa kalıp soyumur, ay nurun ya işleri. Her yanda her tarafta, yettice gündür hatta. Her yanda her tarafta, yettice gündür hatta. Əzizim nə şadlığım, nə qəmim nə şadlığım, şadlığım. Əzizim nə şadlığım, nə qəmim nə şadlığım, şadlığım. Bollu
gıttığı, bolluq ayıb gıttığı, görünür nə saxtığı. Bolluq ayıb gıttığı, bolluq ayıb gıttığı, görünür